Yasamal rayonu Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında 3 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən klinikanın direktoru cinayət məsuliyyətinə cəlb edilib. Binanın zirzəmi qatında və 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini müqavilə əsasında icarəyə götürmüş Loft Dent klinikasının direktoru Paşayev Bəhruz Sahiboğlu cinayət məcəlləsinin müvafiq maddəsi ilə Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsində istintaqa aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutulub. Faktı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib bildirilib ki, əlavə məlumat veriləcək. Qeyd edilək ki, hadisə zamanı 2018-ci il təvəllüdlü Qəmbərli Arzu Əli qızı, 1938-ci il təvəllüdlü Məhəmməd Samir Kamaloğlu və 1977-ci il təvəllüdlü Hümbətova Könül Vəlibəy qızı tüstüdən zəhərlənərək ölüblər. 20-dən çox adam isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.